Bir çoxları deyir ki, əqrəb bürclərini yaman tərifləyirsiniz, ancaq əqrəb bürclərinin içində yaxşıları da var, pisləri də var. Birincisi, əqrəb bürcünün deməzdim içində pisləri də var. Əqrəb bürcləri hamısı yaxşıdır. Yəni dostluğa vəfalıdırlar, etibarlıdırlar, sadiqdirlər. Ailəyə onu kimi, sevgiyə onu kimi, yəni əqrəblər sevdilərsə dəlicəsinə sevirlər. Hətta o sevgiləri onların belə şair edə bilər. Yəni bu onların bürclərində də yazıbdır. Ancaq xəssiyyətləri bəli, hərəsinin xüsusi xəssiyyətləri var əqrəblərin. Nəyə görə? Çünki əqrəblərin də illəri var. Hansı ildə doğulan əqrəb var? Biri var ki, əjdaha ilində doğulan əqrəb, yəni müdrik, ağıllı, etibarlı əjdaha ilində doğulub. Biri vəfalı at ilində doğulub, biri nə bilim etibarlı, sadiq it ilində doğulub və biri isə belə deyək də San ilində doğulubdur. Bəli, San ilində doğulan demirəm pisdir, ancaq biraz onlar deyilənə görə, yəni hər şeyi evlərinə çəkirlər də, yəni ailəsi üçün nə edirlər? Onlar gedib boş-boşuna pul xərcləməzlər, belə deyək, yəni pullarını boş yerlərə xərcləməzlər. Pul yığımcıldırlar və ailələri üçün. Ümumiyyətlə bütün əqrəblər pul yığandılar və ailələri üçün xərcləyirlər. Düzdür, çoxları deyir simiclə, ancaq yox, onlar bilirlər pulu harda və necə xərcləmək lazımdır. Yəni sabahını fikirləşən bir bürclərdir. Və nəyə getmək istəyirəm? Yəni hər bir bürcün də hər ili var. Hərəsi bəli müxtəlif ola bilərlər. Çünki onun ili var. At ili, belə deyək, əjdaha ili, it ili, həmçinin ilan ili, ilan ilindən olan təbii ki, sancacaq da, atmacalı sözlər də deyəcək və s. yəni illəri var. Pələng ili və digər də, yəni 12 dənə ili var. Ona görə bəli, əqrəblər müxtəlif olurlar.